Bakının Nəsim rayonunda gecə saatlarında vətəndaşların rahatlığını pozan və yol hərəkəti qaydalarına əməl eləməyən nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Nəsim rayon polis idarəsinin əməkdaşları tərəfindən Əcəmi dairəsi və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən, eləcə də sərxoş halda avtomobil idarə edən 9 sürücü müəyyən olunub. Avtomobilləri duracağa yerləşdirilən sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülür. Bununla yanaşı, tütün məmulatlarının istifadəsi qaydalarına əməl eləməyən, tullantıları urnalardan kənara atan, küçə ticarəti ilə məşğul olan, xırda xuliqanlıq və digər hüquq pozmalara yol verən şəxslər də müəyyən olunublar. Həyata keçirilən profilaktik tədbirlərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və avtoxuliqanlığa qarşı mübarizənin gücləndirilməsidir. Vətəndaşları narahat edən bu kimi halların qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sami Təşimov, Bugün TV.